Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Səidə Sultanla aparıcı Tarix Əliyev, yəni Tolik arasında qalmaqalı yaşanıb. Xəbər verilir ki, hadisə TikTokda canlı yayım zamanı baş verib. Belə ki, xalq artisti Brilliant Adaşvanın da iştirak etdiyi canlı yayımda efirlərdəki problemlər müzakirə olunub. Bu zaman Səidə Sultanla Tolik arasında dava düşüb. Onların bir-birləri haqqında səsləndirdikləri təhqiramiz ifadələr, vulqar sözlər gərginliyi daha da artırıb. Bundan sonra hər iki tanınmış şəxs Instagram hesablarında paylaşım edərək bir-birlərinin ünvanını əxlaqsız ifadələri, söyüşlər səsləndirib. Tolik öz paylaşımında Səidənin narkotik istifadəçisi olmaqla ittiham edib. Müğənni isə buna cavab olaraq paylaşdığı videoda bildirib ki, o səhnədəki problemlərə görə bir neçə gün öncə Sabunçu Tibb Mərkəzində müalicə alıb və qollarındakı izlər də bu səbəbdən yaranıb. Ötən gündən davam edən qalmaqal sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. İstifadəçilər demək olar ki, hər gün efirlərdə və sosial mediada qarşılaşdığımız Səidə Sultan və Tolik kimi tanınmışların timsalında işlətdikləri təhqir dolu ifadələrə görə hər kəsin İnzibati Xətlar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən cəzalandırılmalı olduğu ilə bağlı çağırış ediblər. Qeyd edək ki, 510.2-ci maddə xırda xuliqanlıq internet informasiya ehtiyatına və ya informasiya telekommunikasiya şəbəkəsində işləvi nümayiş edildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə İnzibati Xətlar Məcəlləsinin bu ilin 26 yanvar tarixindən daxil edilib. Xatırladaq ki, müğənni Səidə Sultan bir neçə gün öncə Instagram hesabında video paylaşaraq bir ildir efirə çıxmamasının səbəbini açıqlayıb. O, hazırki efir məkanında etik normalarına itdiyini vurğulayaraq verilişlərdə yaşanan qalmaqalların təbliğini pisləyib.